Bəzi qidaların folqa, yəni alüminium kağız ilə bişirilməsinin sağlamlıq və dad baxımından uyğun olmadığı ortaya çıxıb. Mütəxəssislər bildirir ki, bəzi məhsulların folqa ilə yüksək temperaturda bişirilməsi onların tərkibində kimyəvi reaksiyalara səbəb olur və bu da həm dad keyfiyyətini, həm də insan sağlamlığını mənfi təsir altına alır. Məlumata görə xüsusilə turş tərkibli məhsullar, pomidor, limon, ananas və oxşar meyvə tərəvəzlər, kartof, kələm və ədviyyatlar folqa ilə təmasda zərərli maddələr əmələ gələ bilər. Folqa ilə bişirilən kartof içindəki yüksək rütubət səbəbindən buxarlanmış olur və qabığı yumşaq olur. Bu üsul həmçinin kartofun tam bişməməsinə səbəb ola bilər. Pomidor, limon, ananas kimi turşu tərkibli meyvələr və tərəvəzlər folqa ilə bişirildikdə turşu folqanı həll edərək qidalara metal dadı verə bilər. Kələm də folqa ilə bişirildikdə metal dadı ala və rəngini itirə bilər. Bu səbəbdən kələm kimi tərəvəzlərin folqa ilə bişirilməsi tövsiyə edilmir. Həmçinin paprika, çili və kimyon kimi ədviyyatlar isə folqa ilə bişirildikdə dadın dəyişməsinə və bəzən metal dadının yaranmasına səbəb olur. Mütəxəssislər bişirmə zamanı temperaturun 204 dərəcədən yüksək olmamasını, həmçinin folqa əvəzinə şüşə, keramika və ya silikon kimi təhlükəsiz materiallardan istifadə edilməsini tövsiyə edir.